Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əyyam-ı Fatimiyyə, xanım Zəhra salamü əleyhanın şəhadət günləri davam edir. Bu günlərdə yaxşı olar ki, xanım Zəhra salamü əleyha və hicab məsələsinə də toxunmağımız məqsədə uyğun olardı. Bu günlər xanıma aid olan günlərdir və xanıma aid olduğu üçün də hicab məsələləri gündəmə gətirilməlidir və hicabla bağlı insanlara, xüsusən xanımlara məlumat verilməlidir. Çünki xanım Zəhra salamü əleyha özü kamil mühəccəbə idi. Yəni, hicab məsələsində bütün xanımlara örnək olan bir xanım idi. Kamil hicablı bir xanım idi. Hicaba riayət edən, kamil şəkildə riayət edən bir şəxsiyyət olub. O baxımdan bu günlərdə hicab məsələsinə də toxunmaq daha məqsədə uyğun olar və xanımlarımız üçün faydalı olardı. Bəzən hicabı məhdudiyyət sayırlar. Yəni, bu cürlə bir irad bildirirlər ki, hicab qadını məhdudlaşdırır, onun hüquqlarını məhdudlaşdırır və azadlığını əlindən alır kimi iradlar gətirirlər və insanların zehnini bu məsələlərlə məşğul edirlər. Bu məsələyə biz diqqət edək. Əvvəla, şübhə yoxdur ki, hər kəs bunu qəbul edir ki, dinin əsas mənbəyi Qur'an-ı Kərimdir. Dinin birinci və əsas mənbəyi Qur'an-ı Kərimdir. Biz Qur'an-ı Kərimə baxdıqda bu iradlar ki var hicabla bağlı qadını məhdudlaşdırır, azadlığını əlindən alır. Qur'ana baxdıqda, yəni dinin əsas mənbəyinə baxdıqda görürük ki, tamamilə Qur'an bu məsələnin əksini deyir. Yəni, hicab xanımın hüquqlarını məhdudlaşdırmır, xanımın azadlığını əlindən almır, əksinə xanıma hüquqlar verir və azadlıq verir. Əhzab surəsi 33-cü ayədə Allah Teala buyurur ki: "Vaqarna fi buyutikunna və la təbərrəcnə təbərrücəl cahiliyyətil ula." Bu ayə təbii ki, Qur'ana baxsaq, bunun əvvəlinə baxsaq və sonuna baxsaq görərik ki, bu ayə Peyğəmbər sallallahu aleyhi və səlləmin xanımlarına aid olur. Birinci müraciət onlaradır. Amma Qur'an ayəsini biz Peyğəmbər sallallahu aleyhi və səlləmin xanımlarında məhdudlaşdıra bilmərik. Ayənin mənası genişdir. Ayənin tərcüməsi bu cürlədir. Allah Teala Qur'an-ı Kərimdə xanımlara buyurur ki, evinizdə oturun. Bu birinci məsələ. Sonra Allah Teala buyurur ki, çölə çıxarkən keçmiş əvvəlki cahiliyyət dövrü kimi çölə çıxmayın. Yəni, xanım evindən bayıra çıxarkən gərək cahiliyyət dövrü kimi bayıra çıxmasın. Yəni, cahiliyyət dövründə hicabsızlıq, açıq-saçıqlıq və s. və ilaxır bu formada İslam dini Qur'an-ı Kərim qadınlara əmr edir ki, bu formada çölə çıxmayın. Yəni, ayənin mənası budur ki, əgər bir xanım hicab bağlayarsa, açıq-saçıq geyinməzsə, məhrəm və naməhrəm məsələlərini qoruyarsa, onda çölə çıxmaqda azaddır. Yəni, ayə düzdür, çölə çıxmağı qadağan edir. Amma bir formada çölə çıxmağı qadağan edir. Əgər o forma aradan qaldırılarsa, yəni xanım məhrəm və naməhrəm söhbətini gözləyərsə və xanım hicablı çölə çıxarsa, o halda Qur'an-ı Kərim buna məhdudiyyət qoymur. Ayənin bir özünün mənası var, bir də ayədən başa düşülən əks bir məna var. Allah Teala Qur'an-ı Kərimdə demək istəyir ki, əgər açıq-saçıq çölə çıxacaqsınızsa, çölə çıxmayın, evinizdə oturun. Yox, əgər hicablı və məhrəm və naməhrəm haram və halal məsələlərini qoruyacaqsınızsa, o zaman çölə çıxmaqda azadsınız. Burada biz görürük ki, artıq xanım əgər hicablı olarsa, məhrəm və naməhrəm məsələlərini gözləyərsə, o zaman xanımın azad formada çölə çıxması və ictimai məsələlərlə, digər məsələlərlə məşğul olmasında heç bir məhdudiyyət yoxdur. Qur'an-ı Kərim və İslam dini hicablı xanıma daha çox azadlıq verir, nəinki hicabsız xanıma. Hicabsız xanımın isə hüquq və azadlıqlarını məhdudlaşdırır.